Salam, Ana Dil Akademiyasının dəyərli izləyiciləri. Söz verdiyim kimi Vaqif dramının ardını çəkirəm. Deməli, 3-cü pərdə 5-ci şəkil. Səhər yenicə açılır, ordugah, uca bir təpə. Təpənin başında gah Qacarın çadırı, onun ətrafında başqa çadırlar görünür. At kişnəmələri, insan səsləri eşidilir. Qacar yuxudadır. Sağ tərəfdəki çadırda Tamaranın kədərli şərqisi eşidilir. Yəni mahnısı. Ayrı düşdü tərlan könlüm, öz mehriban yuvasından. Göy üzünün durnaları, deyin vətən havasından. Bir dustağam qolum bağlı, bir qəlbəm sinəm dağlı, bir xəstəyəm qəm otaqlı, ürəyimin yarasından. Deməli, Tamara kimdir? Sonraki hissələrdə də görəcəyik. Tamara Gürcü əsirli bir qadındır. Onun övladını Qacar öldürüb və özündə əsir götürüb. Qapıcı. Cana yanğın salır əsrin səsi. Qapıcı Zülfüqardır. Çox yaxşı deməli Zülfüqar. Çox yaxşı insandır əslində. Cana yanğın salır əsrin səsi. Bu ana fəryadı, qadın naləsi. Anasız ağlaşır körpə balalar. Bir ad alacaqmış Məhəmməd Qacar. Yoxmuş bu zalımda vicdandan əsər. İranda qalmadı sağlam nəsillər. Dondu cəbhələrdə laxta qan. Bu yenə doymadı içdiyi qandan. Külək əsər, gül bükülər, könül yanar, can sökülər. Gecə gündüz yaş tökülər gözlərimin qarasından. Yenə Gürcü qızı dərdə qərq olmuş. Şahım sevinməz ki qəfəsdəki quş. Görünür yazğın qəlbi qırıqdır. Hər sözü bir nalə, bir hıçqırıqdır. Sənin də çox yanır ona ürəyin. Yox şahım hökmüdür bu da fələyin. Deyirlər şirindir bu sənin dadı. O da kör bəxtimə qismət olmadı. Haydi get vəziri yanıma çağır. Yenə də göylərdən od alov yağır. Bizə həyat verən günəş də qandır. Dünya qan üstündə bir xanimandır. Başıma ildırım töksə də fələk, qanlı qılıncımla hökm edəm gərək. Sonsuz dənizlərə, sonsuz çöllərə, qoy qanla sulansın hər susuz dərə. Qoy qana boyansın güllər, çiçəklər. Yalnız qan qoxusun əsən küləklər. Mənim vicdanım da, qəlbim də qandır. Dünya qan üstündə bir xanimandır. Deməli, həm digərlərinin dilində, digər obraz, həm də Qacarın öz dilində biz görürük ki, Qacar ancaq qan istəyir. Özü də bildirir ki, mən qana susamışam. Şahım nə gözəldir bu çiçəkli yaz. Vəzir, sözlərimə yaxşı qulaq as. Yenə od içində yanır bədənim. Dağlar ağırlıqda dərdim var mənim. Yaraşmayır bədbinlik sizə, şeytan mı görünür gözlərinizə? Tutaq ki, məşriqdən məğribə qədər mənə xərrac verdi bütün ölkələr. Nə olsun, bədbəxtəm, inan. Deməli, Qacar özünü bədbəxt adlandırır. Bunun da indi səbəbini biləcəyik. Tutaq ki, İldırım, Teymur, Çingizxan, hamısı mənəmmiş, nə olsun sonu. Duyuram dünyanın boş olduğunu. Yoxdur vəlihətim, bir sonsuzam mən. Nə qədər küskünəm, kör talihimdən. Deməli, Qacarın övladı olmur və olmayacaq heç zaman. Ona görə də özünü bədbəxt adlandırır. Şahım bu düzlərə, çöllərə bir bax. Komadan komaya qanat çalaraq. Şərqilər oxuyan xınalı kəklik. Sizi qarşılayan güllük çiçəklik. Deyir, xoş buyurmuş böyük hökümdar. Vəzir, bu sözlərin nə mənası var? Dedim ki, qəlbiniz yumşalsın biraz. Hım, gülürsünüz. Bizə yaraşmaz. Qılınc meydanında kəklik ovlamaq. Bir bax qılıncımda qanlara bir bax. Min mələk uçsa da gülümsəyərək. Gərək yumşalmasın cəbhədə ürək. Buyurun sizinkidir adil hökümdar. Qacara vəzir adil hökümdar deyə səslənir. Sizdə fəzilət də, ədalət də var. Xeyr, fəzilətlərdən dəm vurma vəzir. Dayan bir qul kimi, əmrə müntəzir. Bil ki, balıq qədər qanım soyuqdur. Min fəz eləsən də mənası yoxdur. Bir boynu olsaydı bəşəriyyətin,
onu bir qılıncla vurardım yəqin. Buyruq sizinkidir adil hökümdar, sizdə də fəzilət də, ədalət də var. Məni uşaq vaxtı axtaladılar, üzüldüm dünyanın hər nemətindən, qisas almalıyam bu dünyadan mən. Deməli, Qacar uşaqlığının qisasını alır dünyadan. Şahim olmasa da vəlihədiniz, İran torpağına hakimsiniz siz. Şikayət etməyin talihinizdən, oğlunuz, qızınız deyilmi vətən? Yəni, vəzir yaltaqlıq eləyir. Vətən çoxmu sevir məni o vətən? Mənə həcv yazır hər yoldan ötən. Çox da tərifləmə mənə vətəni, bu qılınc olmasa yeyərlər məni. Deyir, yəni, kinayəli şəkildə burada Qacar bildirmək istəyir ki, mən hər şeydən xəbərdaram da, yəni vətən də məni sevmir, oradakı insanlar da. Çünki ona hər tərəfdə, yəni sevmədiyi, hamının onu sevmədiyini yaxşı bilirlər. Sadəcə deyir ki, bu qılınc, yəni mənim gücüm olmasa hamısı məni məhv eləyər də. İndi nələr keçir ürəyinizdən? Tiflisi yandırdıq, oda qaldırdıq. Bütün ellərini soyub taladıq. Yenə də hirsiniz soymadımı. Dünya tanınmamış hələ adımı. Gərək qan altında qalsın bu dağlar. Bağlansın qapılar, sönsün ocaqlar. Könüllər ayrılsın sirdaşlarından, çaylar yaradılsın göz yaşlarından. Şahim vicdanınız sonra ağrıyar. Vicdan, o nə məndə, nə də səndə var. Gəlib çıxmadı mı bizim elçilər? Xeyr, Qarabağdan yoxdur bir xəbər. Deyirlər Arifdir o İbrahim xan. Deyirlər dərs alır Molla Pənahdan. O kimdir? Şairdir, ləqəbi Vaqif. Yaranmış deyirlər hər elmə Vaqif. Burada deməli Molla Pənahdan danışır vəzir. Qacar onun kimliyini soruşur və o da vəzir də Molla Vaqif haqqında danışır. Molla Pənah Vaqif haqqında. Yox bir patavatlı çoban bir ölkə, böyük firdosilər yaratdı bəlkə. Şahimsiz özünüz Azərbaycanlı. Nə, mən çoxdandır atmışam onu üstümdən. Deməli vəzirin dilindən bilinir ki, Qacar da Azərbaycanlı olub. Buyruq sizinkidir adil hökümdar. Sizdə də fəzilət də, ədalət də var. Yoxlayın, hardasa əsir gürcülər. Gəlsin vuruşmağa o 2 nəfər. Şahim qayıtmışdır bizim elçilər. Oxu gör nə yazır Qarabağ xanı. Şahim bu kişidir, bəs cavab hanı? Oxu deyirdin ki, şairləri var. Yəqin ki, cavabı mənzum yazmışlar. Aldıq məktubunu Məhəmməd Qacar. Tərlan oylağını sar ola bilməz. Sar ola bilməz. Bu dünya qalmamış ulu şahlara zülm də, zalım da var ola bilməz. Var ola bilməz. Göydən başımıza odlar da yaxsa. Bu ellər baş əyib xar ola bilməz. Mayanın turşu ayrandır, zatın qırıqdır. Söyüd ağacında bar ola bilməz. Basma ayağını bizim torpağa. İlandan əqrəbdən yar ola bilməz. Aha, cürətə bax, cəsarətə bax. Vəzir, de necədir kəşlik ovlamaq? Xəbərdar eləyin sərkərdələri, hücuma toplansın bütün əskəri. Gürlansın dağlarda şeypurun səsi, sabah alınmalı Şuşa qələsi, yəni Şuşa qalası. Şahim gürcülərdir, əsir gürcülər. Sabah bu dağlara gün doğan zaman. Asılacaqsınız dar ağacından. Soyunun, vuruşun, şərtim var yalnız. Deməli, Qacar deyir, sabah asılasınız, amma bir şərtim var. Soysun dərinizin dırnaqlarınız. Görünsün gözümə qırmızı ət. Qoy alsın ürəyim bir yeni qüvvət. Sabah hücum vardır, tez olun döyüşdə. Sağ qalan nəfər azad olacaqdır deyir. Yəni, 2 dostun, qardaşın arasında şərt qoyur da. Şahim, müxtəsər, qısa kəs yəni. Şahim, biz qardaşıq, birdir qanımız, birdir vicdanımız, birdir canımız. Necə, qardaşsınız? Bəli. Vəzir bax, bu oyun doğrudan ləzzət olacaq. Qacar daha da sevinir bunların qardaş olub döyüşməklərinə. Buyruq sizinkidir, adil hökümdar. Sizdə də fəzilət də, ədalət də var. Tez olun, vuruşun. Gəl qardaşım, gəl. Onsuz da qapını açmışdır əcəl. Gəl məni parçala öz əllərinlə. Sonra baş götürüb dön bir ağ ilə. Qayıt evimizə gözləyir anan. Bari kör olmasın oğlamaqdan. Sən qayıt qardaşım, bari yaşa sən. Mən ölsəm də ölüm, sən son beşiksən.
Sonra ah qolum qalxmayır. Bəsdir vuruşmaqdan yorulduq daha. Bari kör vicdanım baxsın Allaha. Arvad uşağımız İranda acdır. Deməli, əskərlər də narazıdır ki, yəni yoldaşımız, arvadımız, uşağımız hamısı İranda acdır. Bir parça çörəyə, suya möhtacdır. Bəsdir bir doymadın içdiyin qandan. Xain sən orduya fitnə salırsan. Deməli, o ara qarışanda qapıcı deyir: "Di qaçın, tez qaçın, indi fürsət var. Odur bax hazırdır yəhərli atlar. Sabah olarsınız doğma vətəndə. Çox sağ ol qardaşım, sonra qaç sən də." Qapıcı isə Qacarın üzünə arxasınca deyir: "Elə zənn etmə ki, qapıcınam mən. Biraz seçilirəm nökərlərindən. Fürsət axtarıram gələr bir zaman. Doyunca içərəm sənin qanına." Həqiqətən də sonda qapıcı dediyini eləyir və Eldar Qacarı yaralasa da arxadan qapıcı vurub öldürür. 6-cı şəkil. Qarabağ qalın meşəli bir dağ, dağ başında qala görünür. Yəni bu hissədə ancaq qaçaqların söhbətidir. Kürt Musa bayat oxuyur. Deməli, burada şifahi xalq ədəbiyyat nümunələrindən həm məsəl, həm bayatdan geniş şəkildə istifadə olunub. Qərənfiləm qələmsiz, qərarım yoxdur sənsiz. Yorğanına od düşsün, necə yatırsan mənsiz. Ceyranam düzə gəlləm, otlaram düzə gəlləm. 100 il qəzəmət çəksəm, qurtarsam sizə gəlləm. Can qurban olum o nəfəsinə. Ay Musa bir güldür məclisi yenə. Danış qurban olum bildiklərindən. Yox Molla Nəsrəddin deyiləm ki mən. Yaz ola, dovğa ola, yarpızla. Yay ola, sərin sular, salbuzla. Payız ola, pendir çörək qarpızla. Qış ola, isti otaq bir qızla. Deməli, uşaqlar, burada həm Molla Nəsrəddinin, həm Koroğlunun adları çəkilir. Aycan, yuxuna girsin. İlyas nə deyim Eldara, bizi saldı avara. Artıq burada İlyas istəyir ki, qaçaqlar arasında Eldarı pistəsində ixtişaş yaratsın. Yatağımız daş qaya, ömrümüz getdi zaya. Aşna deyən, yenə sən, yumurtası tərs gələn, toyuq kimi ötürsən. Hay Musa, düzüm mən soyumuşam bu işdən. Bəs sən ağa, mən ağa, inəyimi kim sağa? Batmaq olarmı xana, o tüfəng topxana? Zarafatdır, ya nədir? Gədə lap divanədir, bir gözümə doğru bax. Bilirsənmi ayaxmaq, könlü balıq istəyən, gərək girsin dənizə. Mat qalmışam lap sizə. Qorxutmasın səni xan, yapışıb boğazından, boğarıq sərçə kimi. Bir də İlyas məsəl var, el yıxılsa bir yerə, balla kərəm sındıra. Ay Musa, gözüm Musa, sənə yoxdur sözüm Musa. Kürt qızından belə oğul, ad mənimdir, hünər səni. Yox bir, sən dolama görək. Vallah düz deyirəm, pələngsən pələng. Deməli, yenə burada da Eldar Kürt Musanı pələng adlandırır. Nə qədər qurtardın sən məni dardan. Qanı dizə çıxan vuruşmalardan. Gözəl gələcəyi görürəm sizdə. Dünyanın gücü var əllərinizdə. Biz ayrı düşsək də aşnadan yardan. Gərək çəkinməyək borandan qardan. Bir də ataların bir məsəli var. Şana da bal tutan parmağın yalar. Belədir ay Musa, elədir elə. Hər damcı qüvvədir bir daşqın selə. Bir ağ gün görmədim bizim sonalar. Öldü diri gözlü yazıq analar. Yeri şumlayan biz, onu əkən biz, böyük sarayları qurub tikən biz. Qışın şaxtasında taxıl becərən, nə rahatlıq görən, nə yuxu görən. Bizik biz, yenə də öldük acından, asıldıq hər zaman dar ağacından. Taladı qurt kimi eli darğalar, nə bəydə insaf var, nə xanda qan var. Nə vaxt qurtaracaq pis gündən insan. Eldar, doğrudan bu bəylər ki var. Bir azca arpası çox düşən zaman yabı cinsi kimi şıllaq atırlar. İndi də dişini qıcamış qacar. İranını talayan o qart canavar. Gəlir sürüsü ilə bizi soymağa. Tökdüyü qanları içib doymağa. Kimsiniz qardaşlar, danışın görək. Bu artıq
Qacarın yanından qaçan gürcülərdir. Zalım Məhəmməd Qacar bizi soyub taladı. O foqanlı hökmdar bizi oda qaladı. Çox vuruşdu gürcülər. Bəzən basırlar hünər. Bu dəfə bastı Qacar. Bizi əsir aldılar. Qana döndüm dağ-dərə. Yaraşmayır basılmaq qəhrəman gürcülərə. Deməli, Eldar gürcüləri qəhrəman adlandırır. Oldu bir işdir bu da. Sonra bizi əsir aldılar. Ayrıldıq obamızdan, öz isti yuvamızdan. Bu həsrətdə saraldıq. Ancaq qaçıb qutardıq zalımın əlindən. Aha bir, indi sən qərib görsən də bizi, gərək hər üçümüzü salamat buraxasan. Göz üstə yeriniz var, bizim əziz qardaşlar. Tanıyıram o dağları, durna gözlü bulaqları. Çox keçmişəm hər gülündən, Gürcüstanın dost elindən. Var onlarda namus hünər, o yediyim çöldüz çörəklər. Unudulmaz bu dünyada, bir yaxşılıq getməz bada. Ay uşaqlar. Deməli, Eldar gürcüləri tərifləyir. Deyir, onlar çox yaxşı dostdur, onlarla duz çörək kəsmişəm və o yaxşılıq heç vaxt bada getməz. Onu ağası asılmış toğlunu göstərir. Onu düşürün, tez olun, yaxşı bir kebab bişirin. Sağ ol, can gəlir, hava qaralır, sonra gecikərik, gün də daralır. İxtiyar sizindir, bizim bu uşaqlar sizin evinizdir, indi uşaqlar. Aparıb ötürsün sizi Tiflisə. Böyük bir yaxşılıq olar bu bizə. Yox, bu borcumdur mənim. Bura bax, qardaşım, mindi Şah Qacar. O sizi talayan dişi canavar. Deməli, Qacarı Eldar dişi canavar adlandırır. İndi də göz tikib Azərbaycana. Şahlar hökm verir gündə 1000 qana. Bəs neynəyək, yığışın gəlin. Qüvvəti çox olan birləşin elin. Gəlin qardaş olsun tüfənglərimiz. İlanın başını ayaqlayaq biz. Doğrudur qardaşım, 3 günə qədər çatar köməyinə bizim dəstələr. Eldar gürcülərə deyir, gəlin yığışağın, birlikdə Qacara da qarşılayın. Şalıko da deyir ki, 3 günə qədər bizim dəstələr sayəsə köməyə gələcək. Sizə inanıram, var olun, gəlin. Tozu da qalmasın qanlı heykəlin. Biz gedək, vaxt gezdir, dayanın biraz. Musa, bəri qulaq az. Götür 5-6 atlı. Atda atları quş qanatlı. Qonaqları özün apar. Bir də Musa, mən ölüm. Gözlə başına dönüm. Yolda izlə bir xata. Toxunmasın bunlara. Musa deyir, uşaqsan. Sağ olun qardaşlar. Göz üstə. Deməli, qarı hardan, Eldarın yanına bir qarı gəlir. Qarı hardan belə? Heç oğlum Eldar, bilirsən köməksiz olur qarılar. Var yoxdan qalmışdı bircə inəyim. Oydu göz tikdiyim, oydu köməyim. Onu da bu gecə zorla aldılar. Məni diri gözlə oda saldılar. Kim aldı ay nənə? Kim aldı İlyas? Alçaq utanmaz. Gözüm su içməyir İlyasdan düzü. Beləsi güdaza tez verər bizi. Bu saat sal gölün tüfəngi yerə. Get yerin olsun boş mağara. Tüfəng yaraşmayır namussuzlara. Deməli, qarının inəyin zorla İlyas oğurluyur. Yəni alır İlyasdan. Qarı da gəlir Eldar İlyası şikayət edir. Eldar da deyir ki, sən tüfənglər namussuzlara yaraşmaz da, sənin yerin boş mağaradır. Al nənə və Eldar cibindən pul çıxarır, verir qarıya. Al nənə, özünə get birinə gəl. İndidən adını qoyuram Maral. Sənə qurban olsun bu qoca nənən, dünyada kasatlıq görməyəsən sən. Tüfu sənin üzünə, buna bax buna. Mən də inanmışdım namərd oğluna. Qələt eləmişəm, bir xatadır bu. Bir də eləmərəm ömrüm uzunu. Axmaq Koroğlunun bir təmiz adı. Xanlar da, beylər də tutar qoymadı. Bir də bu qələti. Deməli, bundan sonra Əlibəy gəlir. Eldar bir qulaq as Eldar. Basqına keçmişdi Məhəmməd Qacar. Atamsa çıxmışdı vəzirliyindən. Deyir, yad ellərə keçməsin vətən. Bilirsən, o yanır pərvanələr tək. İndi nəyin varsa əsgəranə çək. Deməli, Əli bəy Şah Qacarın basqına keçdiyini,
Atasının da vəzirlikdən çıxdığını Əlibəyin dili ilə eşidirik və bunları Eldara deyir. Qacarla vuruşan arxa tərəfdən atamın fikrini söyləyirəm mən. Qaldı xan həmişə əlimizdədir. Vətənin gözləri indi bizdədir. Bu yurdu qoymayaq zalım qacarı, talana getməsin ellərin varı. Çox gözəl Vaqifə ərz elə ki sən, kənara çıxmaram onun sözündən. Vətən torpağının böyük bir oğlu, vicdanım bir böyük eşqi ilə dolu. Bizi vətən edir qışdan bahardan, bizi dəvət edir qışdan bahara, azadlıq uğrunda vuruşmalara. Deməli, Eldar heç vaxt Vaqifin sözündən çıxmır, ona böyük kimi hörmət eləyirdi də. Və pərdə düşür 7-ci şəkil. Dağlıqdadır yenə baş verir bu hadisələr. Dağ başında yanan kəndin alovlarını seyr edən Qacar, yan tərlanların yaşıl yuvası, ruhumu can verir ölüm havası. Çıxsın asmana odlar alovlar, göylərdən od töksün yerə ruzigar. Yan kömür olsun hər qaya, hər dağ, baş əysin hökmümə bütün Qarabağ. Üstün qan içində gəlinlər qızlar, yerdə göyərçinlər, göydə ulduzlar. Ana qarnındakı o qandanam mən, bütün kainata qan olsun kəfən. Mənim vicdanımda, qəlbimdə qandır, dünya qan üstündə bir xanimandır. Deməli, bu fikri bir çox yerdə səsləndirir. Burada Qarabağın kəndlərinin yanmağına xoşbəxt olur. Deyir, mənim bütün qəlbim, vicdan, hər şey qandan ibarətdir də. Dünyada qanın üstündəki xanimandır. Yəni bu hər kamının əziyyət çəkməsindən canı xoşbəxt olur. Buyruq sizinkidir, adil hökmdar. Sizdə də fəzilət də, ədalət də var. Şahim bağışlayın hüzurinizə, bir kəndli gəlmişdir, sözü var sizə. De gəlsin, gəl ata, gəl budur Qacar. Sizə bir sözüm var, böyük hökmdar. Mən bu yanan kəndin ağsaqqalıyam. Ellərin dərdindən biraz halıyam. Yanır od içində körpə uşaqlar, bizim kəndlilərin nə təqsiri var? Əmr edin dayansın yanğınlar barı. Xaraba qoymayın bu obaları. Bu dağlar qoynunda aslan yatmışdır. Burada Koroğlular at oynatmışdır. Yaxşı sus qoca köpək. Burada Koroğlular at oynatmışdır. Ah cəllad bimürvət indi qulaq as. Süleyman dünyası sənə də qalmaz. Qoca bunu Qacarın üzünə yox arxasınca deyir. Deməli, Qacar yenə qayıdır, qaya başında dayanır. Bu arada Qacarın sərkərdəsi tələsik gəlir ki, şahim arxa cəbhə çox qorxuludur. Elə bir doğrudan cahan yoludur. Eldarın dəstəsi gəlir irəli, qırır səlçə kimi bizimkiləri. Odur yaxınlaşır, gizlənin barı. Tutaq qabaqdakı qayalıqları. Oralar çox bərkdir. Yəni, buradan da sərkərdənin bu deyişindən nə görürük ki, Qacargil deməli Eldarın dəstəsindən qorxurlar. Çəkin atları bir bölük göndərin arxaya sarı. Qabağı saxlasın gizlənincə biz. Budur buradakı əskərlərimiz. Şahim Qabağın şeyxidir gələn. Qarabağın şeyxidir gələn. De gəlsin. Deməli şeyx burada satqınçılıq eləyir. Yəni öz canı üçün yaltaqlıq eləyir də, keçir Qacar tərəfə. Ey şəhri, ey şahim, ey fəxri vətən. Qacarı fəxri vətən adlandırır. Sizin yolunuzu gözləyirdik biz. Sizə duaçıdır nəslimiz. Buyurun, qapımız açıqdır sizə. Yurdu tapşırırıq əllərinizə. Yaxşı, bəs nə oldu o İbrahim xan? Siz arxayın olun İbrahim xandan. O gecə qaçmışdır Dağıstana. Deməli, İbrahim xan Dağıstana qaçdığını şeyxin dilindən eşidirik. Ha, qaçmışdır Kəlabaşdana. Yaxşı qoşul bizə, bizimlə də get. Bu vəhşi dağlarda bədətçilik et. Buyurun, Teymur. Əlimiz, dişimiz, tüfəngimiz qan. Yorulub bezmədik vuruşmalardan. Dünyadan doymadı şahların gözü. Lap cana doymuşam bunlardan düzü. Dava meydanında bir əskərik biz. Nə desə hazırıq öz sərkərdəmiz. Sən nə danışırsan? Bir əskərik biz. Yıxır evimizi öz əllərimiz. Axmaq bu dediyin davalarda sən.
Gülləyə rast gəlib it kimi ölsən, şahların kefinə nə olar azalacaq? Orduya pozğunluq gətirmə sarsaq, bizi qırıb tökür bir qaçaq Eldar. Nə qədər qırsa da onun haqqı var, bu torpaq onundur. Aha, satqınsan, biz də sizinləyik, gəlin qardaşlar. And için qılınca. Bu nədir ay Musa? Nə olacaq heyvan? Vurmaq istəyirdi səni arxandan. Deməli, burada İlyas onu Eldarı arxadan vurmaq istəyir. Kürt Musa da Elxanı canın xilas eləyir. Yaxşıdır, durmayın, dayanmaq olmaz. Tələsmə, gözləyək burada biraz. Arxada qalanlar gəlib çatsınlar. Əli bəy, aya hardasınız? Eldar, ay Eldar. Əli bəy, sən hardasan? Tez ol bir danış. Eldar, daha bir ümid qalmamış. Çəkilin meşəyə, çəkilin Eldar. Nahaq qırılmasın bizim adamlar. Əli bəy, nə olub? Bir danış niyə? Sən nə danışırsan? Necə geriyə? Qaçsa tülkü kimi dan. Qaçdı İbrahim xan, açıldı yollar. Bizə qəhqəhə çəkib, güləcək qacar. Ax Nəmərd, deməli boş qaldı qabaq. Vətən torpağına xəyanətə bax. Güllə qabağından, canından qorxan qurumsaq. Yox, basılmaz vətən. Hələ bu dağlarda ölməmişəm mən. Durmayın, çəkilin tez meşələrə. Bizim yuvamızdır bu dağ, bu dərə. Böyük bir qüvvətlə yenə gələrik. Qacarın üstündə biz də gülərik. 4-cü pərdə 8-ci şəkil. Qarabağ, Şuşa qalası, Xan sarayı. Qacar. Keçdi pəncəmizə gözəl Qarabağ. Öpsün qılıncımı hər qaya, hər dağ. Mən Qacar nəsliyəm, şahlar şahıyam. Mən də yer üzünün bir Allahıyam. Deməli, Qacar özünü yer üzünün Allahı adlandırır. Gərək biz qoymayaq daşı daş üstə. Atın yığın, leşi baş üstə. Mənim vicdanım da, qəlbim də qandır. Dünya qan üstündə bir xanimandır. Buyruq sizinkidir adil hökümdar. Bizdə fəzilət də, ədalət də var. Ey böyük hökümdar, ey ulu Qacar. Sizdəki qüvvətə baş əyir dağlar. Biz də sayənizdə ömür sürürük. Bu fani aləmdə ağ gün görürük. Sizə kömək elan olsun böyük yaradan. Bu müqəddəs kitab, müqəddəs Quran. Rəqqasələr gəlsin. Deyirlər şirindir bu sənin dadı. O da kör bəxtimə qismət olmadı. Belə deyirlər ki, ağladır yeri sizin Qarabağın xanəndələri. Hünərin varsa biri rast oxuyun. Xanəndə. Gözüm yollarda qalmışdır, xəbər yox kür qırağından. Usanmaq bilməyir, könlüm yaşılbaş sorandığından. O yerlər min xəyal eyləyir, təbiyyət şeirə layiqdir. Öpər bülbül, səhər tezdən gülün yaqut dodağından. Çəmənlər, yasəmənlər göz vurub min cilvə göstərsə, durar könlüm çıxar seyrə həyatın qəm otağından. Keçər aylar, keçər illər, yaz ey Vaqif, ömür azdır. Düşər bir gün Laçın könlün şeir sənət marağından. Deməli, əvvəlcədən dediyim kimi, birincidə xanəndə İbrahim xana Vaqifin şeirlərindən birini oxuyur. İndi isə xanəndə Qacaraq Vaqifin qəzəllərindən birini oxuyur və biz burada görürük ki, Vaqif özündən başqa digər obrazlar da Vaqifin şeirlərini oxuyurlar. Bəli, Vaqifin nə oldu? Onu tez tapıb gətirin. Vəzir, bu doğrudan böyük qüdrətdir. Hər sözü söhbəti canlı sənətdir. Böyük təhlükədir bu şair bizə. Sən nə fikirdəsən? Deməli, Qacar Vaqifi özünə böyük təhlükə görür. Vaqifi. Nə deyim sizə? Buyruq sizinkidir. Vəzir də çox yaltaq adamdır. Nə deyir? Hamısına hə deyir Qacar. Şahim təhlükədir Vaqif doğrudan. Onun gözünüzdən qoymayın bir an. Deyir qanunlarda yoxdur həqiqət. Deyir ki pərdədir bütün şəriət. Nədənsə el-oba çox sevir onu. Bilməyir bu qədər tərs olduğunu.
Bir də bərk dostudur o qaçaq Eldar. Sizin düşməniniz bəli o murdar. Vaqif yaşadıqca qorxudur bizə. Şair görünməsin gözlərinizə. Yazdığı cavabdan bilmişəm onu. Dayan sovuraram göyə tozunu. Qoy gəlsin əyləşib gülüşərik biraz. Bizim dilimizi o bağlayanmaz. Təlxək hürə gəlin. Təlxək yenə hürürsən. Şah sağ olsun bu sürüyə bəs bir köpək deyil gərək. Təlxək söylə məni çoxmu sevirsən? Şahim yaranmadan qulunuzam mən. Bir də görün məni əsir alsalar, qaranlıq zindanlara tutub salsalar neynəyərəm aman. Keçərəm yolunda baş ilə candan. Sizi zindanlara salsalar əgər, insan boğazlaram düz 30 nəfər. Bu 30 nəfərdə kəmərinin qiymətidir Qacarın. Təlxək kəmərimin qiymətidir bu. Şahim elə mən də bilirəm bunu. Kəmərdən qiymətli sizdə nə var ki? Aha baş əyməyir hüzur. Deməli Vaqif gəlir. Vaqif də Qacarın qarşısında baş əymir. Eyni Eldar İbrahim xanın qarşısında baş əymədiyi kimi. Yoxdur vicdanında qanun qorxusu. Şair hökümdarın huzurundasan. Bunu sizsiz belə düşünürəm mən. Bir dəqiqə üzr sayın. Bəs baş əymədiniz. Əymədim bəli, əyilməz vicdanın böyük heykəli. Qılınclar toqquşub iş görən zaman. Neylər dediyiniz quru bir vicdan. Vicdan dedikləri bir həqiqətdir. Beşiyin məzarı əbədiyyətdir. Bəs zindan necədir? Qaranlıq zindan. Soyuq məzara da zinətdir insan. Deməli, Qacar onu zindandan qorxudur. Və Vaqif isə deyir ki, soyuq məzarda da zinətdir insan. Yenə göylərdədir şair xəyalın. Əzəldən hüdudu yoxdur kamalın. Aha sınayırdım idrakınızı. Doğrudan bir şair görürdüm sizə. Xoşbəxtlik xəlq etmiş sizə yaradan. Dünyada qalacaq yalnız yaradan. Çox gözəl, inanın ki mən. Sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şanlı saray. Göylərin büsatı, o ulduz, o ay. Sizə tapşırılsın bu gündən gərək. Ancaq bir şərtim var. Deməli, Qacar onu çox bəyənir Vaqifi və ona saray işi təklif edir, amma şərt qoyur. Vaqif də şərtlə qulaq asır. Deyir ki, Qacar da deyir ki, sənətkarlığını yalnız fars dilində eləməlisən. Azəri yurdunun oğluyam mən də. Az uydururam yeri gələndə. Yaxşı, gəl əl götür bu inadından. Bu qədər naşükür olmasın insan. Aldada bilməmiş dünyanın varı, bir məslək eşqi ilə yaradanları. Mən ellər bağrında azad bir quşam. Mənsəb şöhrətə satılmamışam. Yaxşı da çarıqlı kiçik bir ölkə. Böyük firdosilər yaratdı bəlkə. Vəzir Azərbaycanı çarıqlı ölkə adlandırır. Dayan bu bağçanın hər bir budağı, üstündə min çiçək, min il bitirmiş. Sizin güldüyünüz çoban torpağı, Nizamilər, Füzulilər yetirmiş. Nizamiyə bax, Füzuliyə bax. Günəş örtsə də qara bulutlar, yenə günəş adlı qüdrəti var. Görünür günəşə iştaha vardır. Günəşdən gizlənən yarasalardır. Buna qulaq asmaq çətin peşədir. Niyə qulağınız çox da şəşədir? Pöhtan eşidəndə qızarıb yanar. Doğru söz gələndə pambıq tıxanar. Sizin sözünüzün kəsəri azdır. Oxuyan bülbüldür, dinləyən qazdır. Of, məndən olsaydı bundakı hünər, ağılsız köpəklər ulduza hürər. De ver cavabını, nə durmusan din. Hə, yenə döyürük sarsaq gözlərin. Neyləsin yazığın nə təqsiri var. İşıq güclənəndə çaşar qarovlar. Şairə sənətdir tikanlı sözlər. Sözdən qızarmaz ki, bozarmış üzlər. Şahin bir qoca var, gəlsin içəri, de gəlsin. Hakimin hökmü hünəri
onun vicdanı ilə qardaş olmalı. Bizə qalmayacaq dünyanın valı. Şairdir, qəlbi var, şirin sözü var. Böyük bir ölkənin onda gözü var. O ölsə dağlar da dil deyib ağlar. Əfv edin, yaxşılıq qalır yadigar. Deməli, Vidadi 3 dəfə bir indi bir deməli Vaqif həbsxanada olanda ondan xəbərsiz. Bir də ki, Vaqifi asmağa aparanda 3 dəfə Qacara yalvarır. 3-ü də cavabsız qalır. Hətta 3-cüdən Vaqif deyir ki, yalvarma da, yəni buna. Dinin düşmənidir, o ölsə gərək. Xeyr, o Vaqifdir, eşqə gərək gələrək. Bəzən qamçılayır zəmanəsini. Allah da çox sevir şeirin səsin. Allah da çox sevir, Allaha yalvar. Onun məndən də çox ədaləti var. Əgər bacarırsa, qoysaq saxlasın. Siz hökümdarsınız, yaxşı qoca mən, artıq əl çəkirəm ölüm fikrindən. Ancaq kəsəcəyəm yazan əlini, bir də həcv edən acı dilini. Razısan? Deməli, Qacarın bu fikri Xan sarayında əsərində qoca kişi də, yəni orada şah da deyir ki, sənin əvvəl əlini yox, dilini kəsməliydim. Yəni onunla ortaq götürə bilərik. Bu xını düzəldim. Xan sarayında. Razıyam böyük hökümdar. Mərhəmət sahibi olur ağalar. Eyb etməz sizə də çatar bir əvəz. Qatır cinsisiniz, doğub törməz. Burada Vaqif Qacarın üzünə onun övladı olmadığını vurur. Vaqif, indi get, saray həyatını büsbütün tərk et. Gərək yaşamasın qədrnaşünas. Sənsə həqiqətin ağzına daş bas. Mən saray görməmiş bu sarayları. Mən az görməmişəm bu sarayları. Burada göyə çıxan ahüvayları. Görmüşəm şahların vəfasını mən. Xanların zülmünü cəfasını mən. Görmüşəm zamanın min rüzgarını. Dustaq anaların göz yaşlarını. Nifrət qan çanağı, taclara nifrət. Var olsun azadlıq, bir də məhəbbət. Əsərin əvvəlində Vaqif deməli çox razı idi saraylardan, amma əsərin sonuna, yəni bu hissədə görürük ki, nifrət eləyir də taclara, saraya. Qacar, aparın onu zindana. Gözdağı çəkdirin Azərbaycana. Qızılı utsa da qara torpaqlar yenə qiymətini özündə saxlar. Deyir, yəni siz Vaqifi öldürsəniz belə onun qiyməti həmişə qalacaq. Bəri bax, dayanma, çox da zülfü qar. Vaqifi zindana sən özün apar. Bir quş da səkməsin onun yanında. Baş üstə yatmaram gecəni bir an, əsən küləkdən də gözlərəm onu. Mənim vicdanım da, qəlbim də qandır. Dünya qan üstündə bir xanimandır. Burada vəzir yenə eyni şeyi təkrarlayır. Qacar, dağılın, boğuldum yenə. Nə deyim, tale deyənə. Könlüm ayrılmayır xanimanımdan. Gözlərim doymayır insan qanından. Bu nədir, canıma üşütmələr var. Ah, nə dərddir bu uçurumlar. Gözlərim qaralır, aman ölürəm. Ha, bu nədir, yoxsa gülürəm. Günahsız qanlar mı gözümə durur. Yox, hələ qəlbim qaydayla vurur. Xeyr, ölməmişəm, hələlik sağam. İndi mən ölümlə çarpışacağam. 9-cu şəkil. Şuşa qalasında Vaqif qayalıqda zindan, səhərdir, günəş yenicə qalxır. Vaqif divara şeir yazır. Deməli, Vaqifin divara yazdığı şeir görmədim müxəmməsidir. Mən cahan mülkündə mütləq doğru halət görmədim. Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Aşinalar ixtilatında sədaqət görmədim. Bəyət-i iqrar-ı imani bəyanət görmədim. Müxtəsər kim böyle dünyadan gərək etmək həzər. Ondan ötürü kim deyildir öz yerində xeyri şər. Alilər xayqi məzəllətdə dənilər mötəbər. Sahibi zərdə kərəm yoxdur, kərəm əhlində zər. İşlənən işlərdə əhkam-ı həqiqət görmədim.
Deməli, oğluna qayıdıb deyir ki, ah oğlum, of mənim qəhrəman oğlum, bu qədər qəm yemə, qurbanın olum. Ata, nə qoyub, nə axtarırsan, zülümün qabağında ağlarmı insan? Mərhaba, mərhaba qəhrəman oğlum, bir gəl öpüm səni, pəhləvan oğlum. Vaqif oğluna pəhləvan deyir, gözümün ışığı, canım ciyərim, bu nəmli torpaqlar olsa da yerim, mənim nə dərdim var, təki sən yaşa, of qazar vicdanın döndü mü daşa. Ata, bilirsənmi, nə idi, nə var? Hələ də çöllərdə qaçaqdır Eldar. Sənin köhnə dostun vardır bir zaman, sən özün qurtardın onu zindandan. Bilirəm, bilirəm. Əlbəy yadına salır ki, yəni Vaqif Eldara məktub yaz. Yaz ki, Eldar, yaman bir gündəyəm, düşmüşəm dara. Bir kömək əli ver. Yazım qoy yazım. Əli bəy, Gülnar, Əli bəy, ata Gülnardır. Sənin sevgilin vəfası vardı. Gülnar yemək gətirir. Əli bəy ağlayır. Əli bəy deyir, ağlama. Vaqif deyir, qızım, hər gecənin bir gündüzü var. Sənə halal olsun hər əməyimiz. Yoxdur səndən özgə bir köməyimiz. Allah bu məktubu qoynunda gizlət. Onun gözün kimi qoruyub gözlə. Çatdır hardadırsa qaçaq Eldara. Deməli, Vaqif deyir ki, səndən özgə köməyimiz yoxdur. Gəlini Gülnara deyir və deyir ki, bu məktubu Eldara çatdır. Deməli, Vaqifin həbsdə olduğunu Eldara Gülnar çatdırır. Eldarın həbsdə olduğunu Vaqifi isə Əlit bəy çatdırmışdı. Siz arxayın olun, Vaqif. Vaqif isə Gülnarın üzünə yox, arxasınca deyir. Oğluna deyir. Bir bax Gülnara, ataların sözüdür. Yaxşı qulaq as, aslanın erkəyi dişisi olmaz. Ellər qurtaracaq bizi bu dardan. Dünya ayırmasın səni Gülnarda. Bu da biz nədən? İskəndərnamədə Nüşabə də bu sözü kimə deyirdi? İskəndərə deyirdi ki, aslanın erkəyi dişisi olmaz. Odur bax günəşin rənginə bir bax. Yanır kainata işıq saçaraq. O günəş gəncliyin timsalıdır bil. Gəncliyin günəşi saralan deyil. Can balam parlasın ömrün günəş tək. Nə can yanğısın gör, nə iztirab çək. Olmaz kişi bir dayan. Deməli, bu zaman Vidadi gəlir və Zülfikar deyir, olmaz kişi bir dayan, bizi işə salarsan. Yox, mən onu gərəm görək, kör eləsin səni fələk, məni geri qaytarasan. De gəl tez ol, tez qayta, xəbər çatar birdən şaha, onsuz da çox qurumsaqdır, onsuz da çox qudurğandır, çörəyi qan suyu qandır. Deməli, Zülfikar da deyir ki, Qacarın çörəyi də qanda suyudur. Bir daha nə qədər yalvardım, artıq bu ikinci yalvarışıdır. Nə qədər yalvardım yenə Qacara, dedi get səni də çəkdirirəm dara. Sonra bütün gecə xəyala vardım, Allaha üst tutub yenə yalvardım. Deməli, birinci Qacara yalvarır, sonra da Allaha yalvarır. Onda da görmədim vicdandan əsər, doğru deyirsənmiş, aldanmış bəşər. Bir kömək gəlməyir sizə əlimdən, sözüm yerə düşdü, niyə sağam mən? Qardaşım, sən nahaq yalvardın ona, söz əsər eləməz qəlbi pozğuna. Vaqif qəlbi pozğun adlandırır. Bir də Qacarı, bir də qorxmayıram mən heç ölümdən, dünyanın qəlbində qalacağam mən. Yox, yox, ölüm sənə yaraşmayır heç. Vidadi, gəl məndən bir dəfəlik keç. Qayıt kəndimizə, qorxuram səndən, bari vidadisiz qalmasın vətən. Əvvəl Vaqif deyirdi ki, getmə yanımda qal, indi isə deyir ki, qayıt. Necə mən qayıdım, bunu görməzsən. Sən ölən torpaqda öləcəyəm mən. Burada da Vidadi deyir ki, mən sən qoyub getmərəm də, sən ölsən burada mən də öləcəm. Atalla Vidadi gedəndən sonra Vaqifə fikrə gedir və Əli bəy deyir. Atala heyranam Vidadiyə mən. Doğrudan o sənə yanır ürəkdən. Nə təmiz, nə böyük təbiəti var. Ona bənzəsəydi bütün insanlar. Böyük təbiətlər yaranır az-az, hər yerdə, hər zaman incə tapılmaz. Vaqif ey Xuraman gəlir. Vaqif ey sərvərim, ey tacidarım. Nə var, nə deyirsən vəfalı yarım.
Uydum bu dünyadan naz neymətə, özüm də bilmədən uydum şöhrətə. Bilmədim axırı zəhrimarmış, hər qızıl xəzinə bir şahmarmış. İndi öz əlinlə gəl öldür məni, nə qədər alçaldım, alçatdım səni. Xuraman özünə Vaqifin əlindən ölüm arzuluyur. Get vəfasızsan bu dünya kimi, dünyanın da özünə vəfasız adlandırır. Görünmə gözümə bir röya kimi. Xuraman, bir ceyrandım ürkütdülər yatağımdan, bir quş idim ayrı düşdüm bu dağımdan. Külək əsər yarpaq düşər çiçək solar, viran qalmış mənim bu can yotağımdan. Bundan sonra bu nəğmədən sonra budur yer üzünün əşrafı insan, yaradır gündə bir hicranlı dastan. Nə idi o yazdığı, nə idi günahı, nə idi o yazığın, nə idi günahı, indi çöllərim deyir onun pənahı. İnsan o müqəddəs bir kainatdır, o səhv qəlbi pozan yalnız həyatdır. Vaqif deyir ki, yəni yalnız həyat pozur da insanı. Qapıcı çağır gedəni, oğul lap oyatdı o mahnı məni. Bəzən yanılsa da gözəl bir mələk, ondan iyrənsə də hər duyan ürək. Onun müqəssiri şübhəsiz zaman. Deyir onun deməli mələk, yəni qadın nə vaxtsa nəsə yanılsa da bunun etdiklərini kimsə eşidib iyrənsə də deyir zaman günahkardır da şübhəsiz. Qapıcı da bu, yəni Zülfiqar da deyir ki, Xuraman özünü qayadan atdı. Of partla ürəyim yazıq Xuraman, bizim eşqimiz məhv etdi zaman. 10-cu şəkil. Budur qız qayası, hicran yuvası. Eldar qız qayasını hicran yuvası adlanır. Başından çox əsmiş ölüm havası. Bağrını deşdikcə hər soyuq külək, ah çəkib of demiş köks ötürərək. O hələ almamış bu dünyadan pay, dərdini duymamış nə ulduz nə ay. Onda həmdəm olmuş saralan şamlar, qəlbi hicran çəkmiş qərib axşamlar. Of yazıq analar, of igid vətən, nələr çəkməmişsən bu dünyada sən. Qılınclar, nizələr, dəmir qalxanlar, sinəndə at çapan şahlar, xaqanlar. Səni parçaladı, diddi ətini, qəlbini, hissini, məhəbbətini. Eldar yenə fikrə cumubsam. Arşaq bir gəl bu qaralan dərələrə bax. Baxıram nə var ki susuzdur dərəm. Yaxşı bax o sümüklərə. Görürsən kəllələr, əllər, ayaqlar. Onları görməsə gözüm ay Eldar. Mənim bu çöllərdə nə azarım var. Elə bil od yağır yenə havadan. Dərdini bilirəm sayat novadan. Bir ağız deməsən dincələməzsən. De başına dönüm, de gəlsin otur. Nə gözəl sözlərdir duzlu məzəli, aşığı yaradır ellər gözəli. Eldar bəs nə oldu Məhəmməd Qacar? De görək neynəyək, nə tədbirim var. Arada ellərin çox axdı qanı, Kürt Musa axtarır İbrahim xan. Deməli, orada Kürt Musanı göndərib ki, İbrahim xana tapsın. Hardasa gizlənib tapacaq onu, Qacarla bitəcək davanın sonu. Ah, zəhərlədi bütün havanı, saz tutub söz deyən Sayat novanı. O qurd parçaladı Tiflisdə o qurd, ilana bənzəyən o qara bulud. Didib dağıtsaydım zalım Qacarı, Gürcülər köməyə çatsaydı bari. Arşaq gürcülərin köməyə çatmasını istəyir. Eldar da deyir çatacaq. Çatarlar Teymur, gələn var hey, böyük bir dəstədir o gələn Eldar. Musa bir yoxla tez, olmasın Qacar. Aha üstümüzü yaman aldılar. Arşaq sən dərənin boğazında dur. Teymur Haçan dağa gəlirlər odur. Deməli Eldar bölür adamların ki, hər bir yer olur. Keçinin əcəli yetişən zaman çoban çomağına sürtürər heyvan. Ay Eldar, Gürcülər gəldi ay Eldar. Deməli, Gürcülərin gəldiyini Eldara Kürt Musa deyir. Necə Gürcülərdir? Onlardır onlar. Bu dağlar sizindir əziz qardaşlar. Ellər ağzı ilə öpürəm sizi. O azadlıq sevən qəlbinizi. Əyləşin, dincəlin biraz. Of ötür qəlbimdən min sədəfli saz. Çoxdandır istədiyim bu qardaşlığın. Bu dağlar böyük qüvvəti var. Qoy indi tablasın Məhəmməd Qacar. Bacım, siz nə üçün gəldiniz yenə? Yaxın gəl, qulaq as qəlbim deyənə. Bu ana qəlbidir, gəl ona sən yar. Gör nə döyüntülər, nə ağrılar var. Aha, dərdlisiniz, danışın barı. Soldu gəncliyimin ilk yarpaqları. Gözümün işığı bir balam vardı. Yenicə top oynayardı.
Onu parçaladı düşmən gülləsi, sustu bülbül kimi balamın səsi. Sinəmə dağ çəkdi Məhəmməd Qacar, amandı onu tap mənə ver Eldar. Qoy boxsun o əli qanlı murdarı, bir ana qəlbinin hıçqırıqları. Deməli, Tamaranın bir dənə övladı var imiş, onu da Şah Qacar öldürüb. Eldar doğrudan da Məhəmməd Qacar, Tiflisi odlara qaladı keçdi. Of o sürək görmüş dişi cana. Deməli, Şalıko da Məhəmməd Qacarı dişi canavar adlandırır Eldarda. Bizi quduz kimi daladı keçdi. Yandı şəhərdəki böyük binalar. Qucaqda körpəsi yandı analar. Bax bu gözlərimlə onları saydım. Of bircə Qacarı parçalasaydım. Kefini heç pozma vətən qardaşı. Əzilər dediyin ilanın başı. Şaliko, Şaliko qüvvə bizdədir. Dünyanın cilovu əlimizdədir. Canım qaraltmayın bir qanınızı, düşmən almayıb ki dörd yanımızı. Nə çox Qacar deyib söylənirsiniz. Elin basılmayan qalasıyıq biz. Elə sən məşq ilə necədir aran, varam bək dayan ha sağalmaz yaran. Burada Eldarla Kürt Musanın məşqlə danışırlar. Ha buna bax Arşaq. Çıxar qılıncını südəmər uşaq. Çalın cəngi çalın. Dayan kəkli gəti yeməmisən sən. Sənə yetirtmişəm gəlsin gözündən. Canım zarafat bu boyda. Doğrudan Eldar qılınc döyüşündə məharətin var. Deməli Kürt Musa ilə Eldarın qılınc döyüşündə Tamara görür ki qılınc döyüşündə çox məharətlidir Eldar. Bu dağlar mülkünün pələngi sənsən. Kiçik Gürcü də pələng adlandırır Eldarı. Bu nədir? Deməli, burada Gürcülərin birinə Conqriyə baxaraq deyir, bu nədir? O da Conqriyə deyirik, buna biz sizin saz kimidir. Yaxşı çalsana, xoşdur bu dağların sərin havası, çal qarışsın ona Gürcü havası. Deməli, Tamara Rustavelli'dən oxuyur, bu sizə vacib deyil. Eldar deyin, Rustavelli kimin adıdır? O Gürcü şeirinin ilk ustadıdır. Bəhbəh onu doğan nə bəxtiyardır. Bizim Nizami tək kəlamı vardır. Deməli, Eldar Rustavellini Nizami ilə müqayisə edir. Deməli, bu zaman Gülnar gəlir. Gülnar ham ayağa qalxır. Üzünü Eldarın qabağına atır. Kəlağı ayısını açaraq Eldarın qarşısına. Eldar Vaqifin məktubu var. Oxu bu naməni əzizim Eldar. Qoy mənim dərdimi dinləsin dağlar. Bir talan xəyalıq qəlbi xəstəyəm. Bir şeydə bülbülüyəm, daş qəfəsdəyəm. Əzizim saldılar məni zindana. Şəriət dillərdə oldu bəhanə. Yəni deyir, şəriətin bəhanəsi ilə də mənə yalan böhtan atdılar. Gəl dağıt, parçala bu daş qəfəsi. Ölməsin şairin həqiqət səsi. Sən də qurtarmasan Vaqifi dardan, yox durmacağım pərvərdigər. Deməli, Vaqifin umut yeri Eldardır. Of, yenə beynimə sıçradı alqan. Baxın, layiqdirmi Vaqif zindana? Eldar hansınızsız? Qoca gəlir. Mənəm ayəmi. Oğul, adın düşüb bütün dillərə. Bəlkə gün ağladım bizim ellərə. Sənə qiymətli bir baxşayışım var. Mənə də atamdan qalıb yadigar. O nədir ayəmi? Buyur Misri qılınc deyərlər buna. Sadək yaşamışdır ana yurduna. Böyük Koroğludan qalmış yadigar. Budur dəstəsinə barmaq yeri var. Al oğlum, göz üstə saxla sən bunu. Yaşat ürəyində qoç Koroğlunu. Sənə bata bilməz nə xan nə paşa. Yalnız yoxsulların eşqi ilə yaşa. Vuran əllərin görüm var olsun. Qacarın başında dünya dar olsun. Qıratın yalından qıvrılıb yatan, xanların bəylərin gözünə batan, zalıma göz dağı bizə şan qılınc, azadlıq uğrunda vuruşan qılınc. İndi dayansın Qacar, cəngi çalın, hücum var. Deməli, burada həm Koroğlunun, həm onun Misri qılıncının, həm də Qıratın adı çəkilir. Qasım, Murad Qasım, burada deməli Şuşa qalası, Cıdır düzü, çobanların söhbəti. Qasım, nə var, cannazlar, elə belə gəlib, belə də getdik, nə bir günə çatdıq, nə kama yetdik. Nə var, bir də deda. Çor nə var, bilirsən neynəyir
Məhəmməd Qacar, neyləyir Vaqifi öldürür Qacar. Yox əyə, bu boyda qansızlıq olar, sən öldüz deyirəm. Bay sənin cancan, ayə lap şütmə qopdu canımdan. Bəli, öldürürlər Molla Pənahı, görəsən yazığın nəymiş günahı. Deyirlər Vaqifə demiş ki, Qacar, çarıqlı tayfadan nə şair olar. O da həcv eyləmiş o zülümkarı, buna acıqlanıb zalım hökümdar. Murad, əyə sənin yaxşı səsin var, onun sözlərindən bir oxu barı. Deməli, Murad da Qasımın xahişi ilə Vaqifin şeirindən oxuyur. Xumar baxmaq göz qaydasıdır, lalə tək qızarmaq üz qaydasıdır. Pərişanlıq zülfün öz qaydasıdır, nə madis səbadan, nə şəhanədir. Vay sənin gözlərin kör olsun Qacar, bir gör Vaqifə də heç adam qıyar. Murad, əyə gətirirlər bax, ey fələk, ey dünya, ey qanlı çanaq, dayanın. Mümkünmü durub dayanmaq? Oğlum sən Allahın qüdrətinə bax. Nə oldu tez deyin gəlsin cəllatlar. Uzun mırıldama satılmış alçaq. Satılmış alçaq bu da şeyxə deyir. Səni də udacaq bu qara torpaq. Əstağfurullah kafirə bax. Əlbəy şeyx kafir adlandırır. Vaqif, günəş qürub edir, sönür kainat, əzəldən belədir vəfasız həyat. O mənim ömrümün timsalıdır bax, sönəndə bir varlığın xəyalıdır bax. Mən də yaradıldım, mən də paraladım, gözəllər ağzından düşmədi adım. İndi isə yelkənim toxundu daşa, bir insan ömrümü vurmadım başa. Yəni deyir ki, bir insan qədər yaşamalıma, oğul alışıram, yanıram yaman, aman səni öldürürlər mənim ucumdan. Yəni əslində burada Vaqifin pis olduğu, o günahsız oğludur, ona görə öldürülməzdir. Ata sənin günəş boyda bir vicdanın var, çiynini el dərdi daşıyacaqdır. Bu dünya durduqca yaşayacaqdır. Vidadi Vaqif. Vidadi qardaşım, sən gəl, bizi ayrı saldı bir müfəl əcər. Kör olsun gözlərim, nələr görürəm, günəş tutulmuş səhər görürəm. Ağlama yaşa yarad, yaxındır gözləyən azad həyat. Tufu sənin taxtına, ey çərki fələk, daşdan yaranmamış ətdəndir ürək. Deməli, şeyx deyir ki, kəlmə-i şəhadət alın dilinizə. Vaqif isə deyir ki, nə qədər olsa da qanın var cəllad, insanın canından şirindir övlad. Məni qorxutmayır bu vaxtsız əcəl, insaf et qabaqca məni öldür gəl. Gözlərim görməsin övlad qanını, uçurma könlümü xanıma. Deyir, məndən qabaq övladımı öldürmək ki, mən bu dərdə dözə bilmərəm. Şair rəngin niyə bir sarılıq var? Qəfil gün batanda rəngi saralar. Bu fani aləmi artıq unudun, indi üzünüzü qibləyə tutun. Of sənin gözlərin kör olsun cəllad, sənə demədimmi şirindir övlad? Ha, böyük şair, indi bək durun, burada kəllələrdən bir qala qurun. Deməli, göylər dayansın, qoy onun başı, dibində çay kimi axsın göz yaşı. Onun zirvəsində yalnız və yalnız Vaqifin başını qoymalısınız. Deyir ki, bir dənə qala düzəldin kəllələrdən. Göylərə dayansın başı, dibində də göz yaşı axsın. Ən başda da təkcə Vaqifin başı olsun. Hökümdar yerlərə, göylərə bir bax. Buludlar qaralır matəm tutularaq. Vaqif bir oğuldur əbədiyyətin, ölməz böyük dili, şeir sənətin. Yalvarıram sənə onu ver mana, əllərin batmasın günahsız qana. Yalvarma o cəllada sən, hələ baş əyməmiş bu böyük vətən. Görürsən o imiş qatı düşmənim, onu yandırsam da haqqım var mənim. Tez olun cəllad, yox qanım varsa əmr et zülümkar, qoy mənim boynumu vursun cəllatlar. Vəzir, Şahin vuruşmağa gəlir ki Eldar, gəl qaçaq xata toxunar. Yox bir basacaqdır gədənin biri, göylərə hökm edən bir cahargiri. Cəllad Əli bəyi vurmaq istərkən Murad gəldilər. Murad, deməli, bayaqki çobandı, gəldilər deyir, əlindəki çomaqla cəlladı yıxır və Əli bəyi xilas eləyir. Tutun, diri tutun bu saat onu.
özüm vuruşmağa və sizə sual düşə bilər ki, Əli bəy döyüşə qatılmır, xeyr, qatılır. Hətta Gülnarla görüşür, onun əlindəki tüfəngi alır və döyüşə qatılır. Özüm vuruşmağa qarışıram gərək. Qacar da vuruşmağa qarışır. Eldar, hey bəri bax, arxadan vurmaq, igidə yaraşmaq. Dayan yaramaz. Mən Qacar nəsliyəm, şahlar şahıyam. Mən də yer üzünün bir Allahıyam. Gəl tulu cırıq kəndliyəm mən də. Şahla vuruşuram yeri gələndə. Mənlə vuruşmağa Koroğlu gərək. Bəhbəh nə söz var ki, pələngsən pələng. Burada da kinayə ilə Qacara deyir Eldar pələng. Bəhbəh anan gəlsin indi tüstünə. Dayan Misri qılınc gəlir üstünə. Nənə Misri qılınc, nənə Koroğlu. Bu dağlar qoynunda aslan yatmışdır. Burada Koroğlular at oynatmışdır. Deməli, bundan qabaq üzrlü sayın. Deməli, Qacar Eldarın əlindən qılınc düşür. Deməli, ona kimi bu Misri qılıncdan Eldar istifadə və bu zaman Misri qılıncını çıxardır və Qacarı vurur. Qacar yaralananda Zülfüqar, yəni qapıcı gəlir, onu arxadan vurub öldürür. Qonza kəndli gəlir, Qacarın meydinə rişxətlə baxır. Bu dağlar qoynunda aslan yatmışdır. Burada Koroğlular at oynatmışdır. Əzildi Şahmarın zəhərli başı, dağıdın sarayı, bütün daşqaşı. Deməli, bunda Həmzənin qıratı yox. Deməli, Koroğluda deməli, Aslan bəyin Koroğlu öldürəndən sonra deyir, bütün daşqaşı götürün, kasıblar arasında bölün. Paylansın aclara və yoxsullara, bütün gün bayram olsun bütün qullara. Qardaşlar, bu ölən yalnız Qacardır. Qacarlar dünyada hələ də vardır. Onların kökünü kəsəcək yalnız bizim bu basılmaz qardaşlığımız. Sizi doğrudan da əsir assalar, qaranlıq zindana tutub salsalar, insan boğazlaram düz 30 nəfər. Möhtərəm şairə salamlar olsun, bu dünya durduqca o da var olsun. Aha uzanmışdır bizim şirinlər, İran torpağını ləkələyənlər. Ey vidadi, gəldişi dövraniyə, kəcrəftara bax, ruzigərə qıl tamaşa, kərə bax, kirdara bax. Əhli zülümü necə bərbad eylədi bir ləhzədə, sən bizim dağların pələngi qəhrəman Eldara bax. Deməli, burada da Vaqif Vidadiyə bax qəzəlini deyir. Axırda da Eldar hörmətlə Vaqifin əlindən öpür, xalq böyük təntənə ilə ölüm meydanından çıxarır və pərdə bitir.